Hörmətli izləyicilər, əziz biologiya sevərlər, sizinlə 7-ci sinif hüceyrə və orqanizm mövzusundakı sualın variantı izahı ilə qarşınızdayıq. İzaha başlamamızdan ilk öncə bu cür videoların davamlı olmasını istəyirsinizsə, kanalımıza dəstək məqsədi ilə abunə olmağı və bəyənməyi unutmayın. Birinci sualda deyir ki, Euler-Venn diaqramına uyğun məddləri müəyyən edin. Deyir, əsas İndi biz bitki və heyvanlar. İlk öncə nə edək? İlk öncə bitkiyə uyğun olanları seçək. Əsasən hərəkət mahdudiyyəti müşahidə olunur. Bu bitkilərə aiddir. Bir də əsasən günəş enerjisi, karbon qazı və sudan istifadə edərək qidalı maddələr hazırlayır. Sonra heyvanlara aid olan xüsusiyyətləri, xüsusi hərəkət orqanları ilə hərəkət edirlər. Bu heyvanlara aid xüsusiyyətdir. Bir də əsasən hazır üzvü maddələrdən istifadə edirlər. Sonra keçirik ortaq xüsusiyyətlərinə. Ortaq xüsusiyyətləri isə tənəffüs çoxalma qabiliyyətinə malik olması. Ortaq xüsusiyyətlərdə bir də maddə və enerji mübadiləsi getməsi bunların ortaq xüsusiyyətlərinə aiddir. Sonra növbəti sualımızda deyir ki, sxemi tamamlayın. Tənəffüs, qidalanma, ifrazat, böyümə. Bütün bunlar nədir? Bütün bunlar yadınıza saxlayın ki, canlının əsas həyat xassəsidir. Bu da olan maddə mübadiləsini təşkil edir. C variantına uyğun gəlir. Üçüncü sualımızda bizə nə soruşur? Üçüncü sualımızda bizdən soruşur ki, şəkildə göstərilən proses, görürsünüz ki, bitki verilib və bitkinin dipçəyə əyilib, sonra yenidən dipçək düz istiqamətdə qalxıb. Bu hansı prosesi? Canlının vəziyyətini və yerini dəyişməsini burada əyani olaraq görürük. Sonra dördüncü sualımızda nə soruşur? Soruşur ki, düzgün olmayan ifadəni müəyyən edin. Güzgü işığı preparata yönəltmək üçündür. Bəli. Revolver mikroskopun obyektivini saxlayan hissədir. Bəli. Ştativ mikroskop optik hissəsinin ayıran gövdəsidir. Bu yanlışdır. Hüceyrə divarına malik deyil. Yadınıza saxlayın ki, heyvanlar hüceyrə divarına malik deyil. Ancaq bakteriyalar, göbələklər hüceyrə divarına malikdir. Sonra sxemi tamamlayın. Plastitlər, nişasta, yağ, zola ehtiyat halında. Bu yadınıza saxlayın, leykoplastların işidir. Yəni leykoplastlarda sarı, narıncı, qırmızı rəngli olan bunlar xromoplastlardır. Günəş şüasından istifadə üzvü maddələr hazırlayan bunlar isə xloroplastlar aid olunur. Deməli, bu da C variantına uyğun gəlmiş olacaq 6-cı sualımızda. 7-ci sualımızda deyilir ki, bakteriyalar istifadə olunmur. Bakteriya istifadə olunmur. Südün alınmasında bakteriyadan istifadə etmirik. Yəni süd hazır şəkildə heyvanlardan alınır. Yoğurt istehsalatından istifadə edirik. Dərman sənayesində suların təmizlənməsi, pendir istehsalı bunlarda istifadə edirik. 8-ci sualımızda deyir, Euler-Venn diaqramı uyğun bəndləri müəyyən edin. Yumurta hüceyrə, bir də spermatozoid. Biz ilk öncə yumurta hüceyrəyə aid olan xüsusiyyətləri seçək. Deməli, dişi orqanizmin cinsi hüceyrəsidir. Bir də balıqlarda, quşlarda adi gözdən görünür. Bu yumurta hüceyrəyə aid xüsusiyyətlərdir. Sonra keçək spermatozoidə aid olan xüsusiyyətlər. Spermatozoid erkək orqanizminin cinsi hüceyrəsidir. Bir də kiçik ölçülü olub qamçıya bənzər çıxıntıya malikdir. Hər ikisi üçün qamet adlanması hər ikisinə ortaq xüsusiyyətidir. Bir də mayalanma prosesində iştirak etməsi. Bu da deyilənlərə uyğun olaraq C variantı düzgün gəlmiş olur. 8-ci sualımıza. 9-cu sualımıza deyil. Bitki torpaqda olan mineral maddələri və suyu udur. Yadınıza saxlayın ki, bitki kökü vasitəsilə, kökün üzərində nə var? Əmici tellər. Və əmici tellər vasitəsilə suyu udur. Hüceyrələr vasitəsilə udur. Şəkildə gördüyünüz kimi ağızcıq hüceyrəsi. Ağızcıq hüceyrə də nəyə aiddir? Örtük toxumasının hüceyrəsinə aiddir. İlk dəfə hüceyrə terminini elmə kim gətirib? Yadınıza saxlayın ki, Robert Hooke gətirib ilk dəfə hüceyrə terminini elinə. Əslində o hüceyrəni deyil, hüceyrənin qlafını görüb və bunu hücrə adlandırılıb, sonradan o geniş yer tutub elmdə. Sxemi tamamlayın. Tubus. Tubus iki hissəyə bölünür. Yadınıza saxlayın ki, okulyar bir də obyektivdən. Yuxarı hissəsi okulyardır, aşağı hissəsi isə obyektiv adlanır. Bu da B variantı. 13 hüceyrədə 3 mitoxondri membran qatlarının sayı. Mitoxondri 2 membranlıdır.
3 mitokondride dediğine göre 3'ü vuruq 2 eləyəcək 6. 5 eləyəcək leykoplasta membran. Leykoplast da blastitlərə aiddir. Plastitlər də 2 membranlıdır. 5'i də vuracağım 2'ye eləyəcək 10. Bizə də nə deyir? X 10 üstünə 6 gəlsə neçə eləyəcək? 16. Etmiş olacaqdır. Oradan basil, vibrion, qov göbələk, kif göbələk, delfin, qağay, neçəsi eukaryot orqanizmdir. Eukaryot orqanizm delfindir, eukaryot orqanizm, qağaydır, eukaryot orqanizm. Deməli, buradan bir də qov göbələyi də eukaryot orqanizminə aiddir. Basil, vibrion bakteriyalardır. Kif göbələyi də eukaryota aiddir. Deməli, neçəsi eukaryot orqanizmdir? 4 dənəsi eukaryot orqanizmlərə aid edilmiş olur. Mikroskopa aid olmayan bir dəstəyi olan çərçivə bu lupaya aiddir və iki tərəfli qabarıq böyücü şüşə, bu da lupanın hissələridir. Ona görə də cavabımız olacaq 15'də 3, bir də 4. Heyvanlardan fərqli olaraq əsasən bitkilərə aid olan xüsusiyyətləri müəyyən edin. Heyvanda fərqli bitkilərə aid xüsusiyyətlər bir qidalanma prosesi, karbon qazı və sudan istifadə edirlər. Bu bitkiyə aiddir. Bir günəş enerjisindən istifadə etməsi bitkiyə aiddir. Sonra dayağın ətrafına sarılar, aktiv olmayan hərəkət, bu da bitkilərə aiddir. 3, 4, 6. Heyvandan fərqli olaraq bitkiyə aid olan xüsusiyyətlərdir. Sonra 17-ci sualımızda nə soruşur? Uyğunluğu müəyyən edin. Mitokondri, plastit. Biz nə deyəcəyik? Mitokondriyə aid olan xüsusiyyətlər 1. Sitoplazmanın bəzi maddə və oksigeni udur. Yəni, bir də hüceyrənin tənəffüsünü təmin edir. Bu mitokondriyə aid xüsusiyyətdir. Plastitə aid xüsusiyyətləri soruşur. Plastitə aid xüsusiyyətlər isə tənəffüs orqanı elə deyil. Yəni plastitlər fotosintez prosesi həyata keçirir və xloroplastlar leykoplasta ehtiyat qida maddələrini toplayır. Yəni tənəffüsə əlaqəli deyil. Bir də mücülar nişasta yağ ehtiyat halında toplana bilər. Dedik ki, bu leykoplastların funksiyasıdır da D variantı. Sonra əgər obyektin üzərində 30, okulyarın üzərində 40 rəqəmi yazılıbdır, mikroskopun böyütmə dərəcəsini hesablayın. Deməli, 30'u vuracağıq 40'a, 30 vurursun 40, bu da eləyəcək 1200. Sonra deyir, əmici tel. Əmici tel torpaqdan suyu və mineral maddənin udulmasıdır. Deməli, funksiyası torpaqdan suyu və mineral maddələri udmaqdır. Quruluşu da əmici tel hüceyrədir. Qılafı var. Sonra qılafın altında sitoplazması yerləşir. Sitoplazmanın sonra nüvəsi var. Nüvədən və vakuol da ibarətdir. Yəni bunda bitki hüceyrəsi olduğu üçün bitki hüceyrələrində vakuol da vardır. Neyron. Neyron nədir? Sinir hüceyrəsidir. Neyron yadınızda saxlayın ki, əsas funksiyası da qıcığın qəbul edilməsi və ötürülməsidir. Yəni qıcığı qəbul edir, bir də ötürməkdə iştirak edir. Və quruluşu da necədir? Bir cisimdən ibarətdir. Bir də çıxıntılardan iki cür çıxıntısı var. Uzun çıxıntısı akson, qısa çıxıntısına dendrit deyilik. Eritosit. Eritosit nədir? Eritosit qazların daşınmasına təmin edir. Quruluşu da ondan ibarətdir ki, iki tərəfi basıqdır, disk şəkilli hüceyrədir. Sonra 20 şəkilə əsasən bitki və heyvan hüceyrəsinin quruluşunda ümumi olanları göstərin. Həm heyvan, həm də bitki hüceyrəsində olan iki membran strukturu adlarını yazın. Bitki və heyvan hüceyrəsinin üçün ümumi olan plazmatik membran, ribosomların və sitoplazmanın olmasıdır. Deməli, hər ikisi üçün ortaq olan ribosomdur, sitoplazmadır, bir də plazmatik membrandır. Bunlar hər ikisi üçün ümumi olandır. Ancaq sonra bizə nə deyir? Bu birincisi. İkinci, həm bitki, həm də heyvan hüceyrəsində rast gəlinənlərsə iki membranlı strukturlar nüvə və mitokondridir. Mitokondri, bir də nüvə, hər ikisində rast gəlinən iki membranlı, bunlar nədir? Organoidlərdir. Bu qədər diqqətinizə görə sağ olun. Bəyənməyi və kanalımıza abunə olmayı unutmayın.